hər xalqın yaddaşında zamanın sınağından keçib gələn elə söz abidələri var ki, onlar yalnız keçmişi danışmır, həm də bugünü anlamağa, sabahı düşünməyə yol açır. Azərbaycan Türk eposu da belə mənəvi xəzinələrdən biridir. Bu eposlarda xalqımızın tarixi taleyi, qəhrəmanlıq ruhu, ailə və el birliyi, sözə sədaqəti, ədalət duyğusu və eşq fəlsəfəsi yaşayır. Dədə Qorqud boylarında biz Oğuz dünyasının qədim nəfəsini, el ağsaqqallarının müdrik sözünü, igidin ad qazanmaq yolunu görürük. Koroğluda xalqın müdrik sözünü, haqsızlığa qarşı üsyanını, azadlıq və qeyrət idealını duyuruq. Bu eposlarda xalqımızın tarixi taleyi, qəhrəmanlıq ruhu, ailə və el birliyi, sözə sədaqəti, ədalət duyğusu və eşq fəlsəfəsi yaşayır. Dədə Qorqud boylarında biz Oğuz dünyasının qədim nəfəsini, el ağsaqqalının müdrik sözünü, igidin ad qazanmaq yolunu görürük. Koroğluda xalqın haqsızlığa qarşı üsyanını, azadlıq və qeyrət idealını duyuruq. Eşq dastanlarında isə insan qəlbinin ən incə, ən ülvi sınaqları, sədaqəti, ayrılıq, həsrət və mənəvi ucalığı öz bədii ifadəsində tapdığını görürük. Bugün Azərbaycan eposuna yalnız keçmişin bədii yadigarı kimi baxmaq kifayət deyil. Çünki epos xalqın yaddaşını qoruyan, kimliyini formalaşdıran, mənəvi dəyərlərini nəsildən nəslə ötürən canlı mədəni sistemdir. Müasir dövrdə bu irsin elmi şəkildə yenidən oxunuşu, rəqəmsallaşdırılması, təhsil və mədəniyyət məkanında yaşadılması mühüm vəzifəyə çevrilmişdir. Ona görə də Azərbaycan Türk eposunun araşdırılması həm dünənə qayıdış, həm bugünün problemlərinə baxış, həm də gələcək üçün mədəni yol xəritəsi deməkdir.